Oradan da çox Azərbaycanlı ailələrə Moskva şəhərində kömək olub Tural doktor. Hətta mən eşitdiyimə görə maddiyyat belə doktorumuz üçün önəmli deyil. Əgər kiminsə ehtiyacı varsa, çünki evdəkilərə salam verilişində qeyd etmişdi. Ehtiyacı olana deyir ki, buyurun, yəni təmənnasız belə sizi qəbul edib istəyinizə, arzunuza çatdıra bilərəm. Bax, dost budur. Belə deyək də, hə doktor? Düz, təşəkkür edirəm. Biz də çalışırıq ki, yəni Rusiyada biz ölkəmizi təmsil edirik. O yüzden biz nəinki öz millətimizə, bütün millətlərə çalışırıq ki, bilsinlər ki, bizim Azərbaycanımızın savadlı həkimləri var. Ona görə mənim üçün o ən önəmlidir. Ona görə həmişə çalışmışam ki, ölkəmizi, bayrağımızı, adını həmişə uca tutum. Bəli, Rusiya kanallarına da müsahibəniz var, doktor. Bəli, Rusiya kanallarına bu yaxınlarda Moskva 24 ən önəmli kanallardan, yüksək səviyyəli kanallardan biri kimi tanınır. Yəni orada çıxışımız oldu. O da nə ilə bağlı mən sizə deyim. 2025-ci ildə bizdə 52 ailədə uşaq dünyaya gəldi, hansı ki bizə müraciət eləmişdi. Və biz də həmişə ailələrdə övlad dünyaya gələndə ona qeyd edirdik Instagram səhifəmizdə və belə insanlar bilsin, statistika əsasında. Və bizə əlaqə saxladılar bizdən Moskva 24 kanalından ki, biz sizi çəkmək istəyirik. Amma istəyirik ki, o 52 dediyiniz ailə ki var, onlardan 3 ailə heç olmasa biz çəkə bilək. Mən də təşəkkür edirəm buradan xəstələrimizə də. Yəni gəldilər, kimsə övladı ilə gəldi, kimsə yaxşı xəbərlə gəldilər və çəkiliş eləyək. Və çəkilişdə də məndən başqa professor Yefrimov Yevgeniy Aleksandroviç, yəni tanınmış professorlardan biridir. Zaver Şadlenyadır da orada, yəni tanınmış həkimlərdən. Yəni məndən başqa da tanınmış professor həkimlər də oldu. Biz sizlərlə fəxr edirik. Yalnız və yalnız fəxr ediləcək həkimlərsiniz, həkimsiz, doktor. Hər zaman gələndə də gözümüz üstə yeriniz var. Təşəkkür edirəm.